Hər vaxtınız xeyir olsun dəyərli izləyicilərim. Mənim YouTube kanalıma xoş gəlmisiniz. Əgər kanalım keşfətdə qarşınıza çıxsa, məni izləməyi unutmayın. Mən isə bugün yazın ələziz yeməklərindən olan həftəbəcər hazırladım. Yeni tərəvəzlər çıxmışkən istədim elə menumuza əlavə edim. Badımcanları alacalı soydum, doğradım qəşəng qalın ki, tez əzilməsinlər. Bir ilk bişib əzilən tərəvəzlərdəndir çünki. Həmçinin pomidorları yarım aypara şəklində və soğanları da yarım aypara şəklində doğrayıb əlavə etdim. Qızlar, bu yeməyə sarımsaq çox yaraşır mənim fikrimcə və bizim ailədə bunu çox sevir. Ancaq məndə sarımsaq olmadığına görə mən sarımsaq tozu əlavə etdim. O da həmçinin eyni daddadır. Demək olar ki, sadəcə quru formadadır. Bütün ədviyyatları əlavə edib üzərinə yağ və qaynar bir stəkan su əlavə etdim. Bir balaca çay qaşığı da tomat əlavə etdim ki, rəngi daha gözəl alınsın. Həmçinin də burada artıq yeməyim hazırdır. Üzərinə kişniş və şüyüd doğrayıb əlavə etdim ki, dadı çıxsın, qəşəng olsun. İlk buğu çıxdıqdan sonra isə servis etdim. Göz haqqınıza halal edin. Çox sağ olun.